Gün güzarandı ya. Portakal suyumuz var, pomidor xiyarımız var, zeytunumuz var, su böreğimiz var, menemenimiz var. Menemen? Hə, Menemendir bu. hə. Bunun tərkibində nə var? Pomidor yumurta. Az onda pomidor yumurtadır da bu menemendir. Seriallarda elə deyirlər də, menemen deyirlər. Sən buna bax, pomidor yumurta girdi seriala oldu menemen. Eşidirsən, sən nə bilərsən, eşidirsən. Mən gedirəm yatmağa, göy yatıram da, xəbərim yoxmuş kimi əlində padnosla gəl seriallardakı kimi. Mən də deyim, aşkım, bana yemək getirdin. Zətdə belə də göz sevinirəm. Az saat demişəm ki, mənim bu padnosa travmam var. Mən padnosu tərk etmişəm. Eləmədən bunu. Nə tərk edirsən? Az mən o vaxt ofisiyant işləyəndə, deməli bu padnosla bir dəfə belə aş gətirirəm məclisə, aşın da üstə belə alov var. Bəy gəlinə çatanda ayağım nətər ilişdisə, alovu dağıtdım gəlinin üstünə. Gəlinin paltarı başladı yanmağa. Toyun axırına qədər gəlin sportivində oturub. Sportivini də niyə? Az bu gəlinin dayısı ortada sportivlə gəlmişdi, ortada oynuyordu. Elə getdik, onun sportivini çıxartdıq, getdik, verdik gəlinə, gəlin onu geyindi. Dayısı lütf oturdu toyda. Hardasa bir saat. Ondan sonra bu Spiderman gəldi. Elə Spiderman'ın paltarını çıxartdıq, verdik dayıya. Dayı geyindi, başladı ləzginlik oynamağa. O video çıxmışdı ha. Spiderman ləzginlik oynuyordu. Bax o qızın dayısıydı. Oynuyordu orada elə. Sən nə deyirsən? Mən də bayaqdan sənə qulaq asıram. Mənim canım sıxılır bu evdə. Darıxıram mən, başa düşürsən. Heç nə yoxdur, maraqlı heç nə yoxdur. Az maraqlı mən. Nə olub ki həyat yoldaşın var? Sənin gül kimi həyat yoldaşın var. Şurası sənə heç nə olmayıb, sən yaxşısan. Amma mən intriqa istəyirəm. Bax, seriallarda görürsən. Duduf. Oradan buradan intriqa, onun evini yıxır, bu bunun evini yıxır. Maraqlı olur, bir də bizə bax. Onlar rəngarəkdir. Dudufu eləyib mamamı çağırırdım ki, evdə intriq olsun. Da imkan vermədi, razılaşmadı. Sən Allah anavı uzaq elə. Anan gəlsəydi qorxu filmi olacaqdı. Niyə ki? Çünki sənin anan ruh kimi gəzir, ölü kimi yatır, vampir kimi qan içir. Mənim anam? Hə. Ona qalanda sənin də anan gəlsəydi, evində heyvanlar aləminə dönmüşdü. Niyə ki? Çünki maman it kimi qapır, ilan kimi sancır, öküz kimi də yeyir. Firdovsi, anam haqqında düzgün danış. Onda sən də mənim anam haqqında düzgün danış. Malades oğlum. Zor dedin. Hakkımı koymadın yesinler. Az mənim mamam hardan çıxdı? Mən bununla bayaq danışdım, görüntülü bu rayondaydı. Bu nətər oldu, indi divan dalından çıxdı? Mən sənə deyəndə ki, anan ruh kimi gəzir, inanmırsan mənə. Ay mama, ay papa, mən gedirəm iş görüşməsinə, mənə uğurlar arzulayın. Uğurlar arzulayıram qızım. Əla qızım, əla. Əla. Ala bunu. Ala bunu. Bunları niyə yiyirəm? Deməli, holdinqə girəndə, liftə minəndə, birdən hansısa bir oğlan girdi də, riski bir-birinizə belə dəydiniz, kitablar düşdü əlindən yerə, sonra bir-biriniz onu belə götürəndə göz-gözə gəldiniz. Aşıq oldu, sonra 10-cu bölümdə bildin ki, holdingin müdürüdür. Ay mama, mən karyera qurmaq istəyirəm, ərə getmək istəmirəm. Papa, mamama denəndə niyə belə eləyir? Az maman bizim yaşadığımızı bəyənmir, deyim mən seriallardakı kimi yaşamaq istəyirəm. Siz mənə başa düşmürsünüz. Ata-bala mənim ömrümü yediniz. Başa düşmür. Çıxın bayıra, çıxın çələ. Mən seriallarımla məni baş-başa buraxın. Mən serialıma baxacağam. Hansı seriala baxacaqsan? Mən səni, sən özgəni, özgə də başqasını sevir serialı. Yox, bu da dəqiq kim sevir? Hansı tay sevir? Firdovsi, çıx bayıra. Yaxşı, ev yoxdur qızım, gəl biz gedək. Maman seriala baxsın, serial işığa, işıq pula, pul da mənim maaşıma, maaş da cibimə. Təbii baxsın da görək nə olur. Görək nə olur. Neysə, əvvəlki bölümlərdən verirlər, biraz yuxuya gedə bilərəm ona kimi. Yarım saat çəkəcək. Mən səni, sən özgəni, özgə də başqasını sevir. 325-ci bölüm. Böyüksüzlər. Mən səni, sən özgəni, özgə də başqasını sevir. Mən səni, sən özgəni, özgə də başqasını sevir.
adamına musiqidi gəl. Həyatım, oyandın sən. Nə qədər vaxt idi komadaydın? Mən komadaydım. Hə, amma fərqi yoxdur. Qayıtdın bizim aramıza. Bu da öz əllərimlə sənə hazırladığım səhər yeməyi. Buyur. Firdovsi, Can. sən mənə göbələkli səhər yeməyi hazırlamısan? Yox, köhnəli fikir bağlayıb ona görə göbələk çıxıb üstündən. Deyirəm axı sən komaya girəndən mən hər gün səhər eyni yeməyi gətirəm apardım. Ki, bəlkə bir səhər oyanasan və sən bu yeməkdən yeyəsən. Firdovsi, Can. sən necə də romantik olmusan, sənə qurban olaram mən. Bunun hamısı sənə görədir, Gülnar. Portağal suyunu iç, iç o portağal suyunu. Ədə bu... Üzü yatmısan bunun içinə. Sənə qurban olaram mən. Sən necə romantik ol, eyni seriallardakı kimi. Mən də deyirəm üzüyüm hanı, təsadüfən içimə düşür. Ay Firdovsi, Hə. indi fikir verirəm, sənin saçın niyə sarıdır? Çünki mən saçımı pompon şampunlarından yuram. Pompon şampunları saçı daha da təravətli və daha gözəl eləyir. Tərkibində B12 vitamini var. Şəhərimizin istənilən apteklərindən ala bilərsiniz. Pon, pon, pon. Yox, mən başa düşmürəm. Sən şəkil çəkdir, sən nə ilə dayanır? Bu mahnılar hardan gəlir, dəqiqədə biri? Gəlir də mən reklam eləyirdim. Sən çörəyimiz oradan çıxır. Ana, Qızım, sən ayaqsa görmək necə də xoşdur. sən necə dəyişmisən? Can, ay qızım. Ana, mənim sizə xoş xəbərim var. Ana, mən holding sahibi ilə evlənmişəm. Nə yaxşı, Allah sizi xoşbəxt eləsin. Merhaba, benim adım Cenk. Sizinlə tanışlığa çox şad oldum. Mənim adım Cümşüddür. Sağ ol baba. Sizlerle tanıştığıma çok memnunum. Sizinlə tanış olmağıma bir daha şadam. Mənə elə gəlir ki, bu sadəcə tanış olmaq deyil. Sanki həyatımın bütün dərin qatlarının bir-birinin içinə dolaşdığı, xoşbəxtlik verən kainatla barışdığım bir an oldu. Yox, bu Cenk nə vaxtdan cümşüd oldu? Bu bir də mən başa düşmürəm. Onsuz da ki, biz yəni bu türk dilində bilirik də, nə məcbur daxı bunu tərcümə eləyirlər. Ay sağ ol. Ana, bizim sizə sürprizimiz var. Hə. Mən hamiləyəm. Yaz görmürdü ha. Ay qızım, nə yaxşı dedin. İnanırsan hamilə deyiləm desən sürpriz olardı mənim üçün. Deyərdim yəqin pivədəndir. Yox mama, mən əkiz uşağı hamiləyəm. Biri qızdır, biri oğlan. Adlarını da fikirləşmişik. Birinin adı Ərəstun olacaq, birinin adı Jalə. Yəqin oğlanın adı Ələstun, qızın adı Jalə. Yox mama, birinci hansı çıxsa onun adı Ərəstun olacaq. Ay, mən başa düşmədim. Mən siz əqqabı ilə gəzir. Mən dizimi atıb yerə buraları silirəm. Bu nə də əqqabı ilə gəzsin evin içində? Az daha sən silməyəcəksən. Niyə? Çünki mən qulluqçu tutmuşam. Seriallardakı kimi. Necə də romantiksən. Buyurun bəy, çağırtdırmısınız. Bu qaynana, anavı evdə qulluqçu tutmusan? Nə xoşbəxt gündə bugün. Nə xoşbəxt gündür bugün. O mənim anam deyil. Nədir yəni? Çünki mən küçələrdə böyümüşəm. Ay Firdovsi, mən bunu bilmirdim. Can, küçələrdə sən zülmlə, əziyyətlə, zillətlə böyümüsən. Yox, bəy balası kimi böyümüşəm. Çünki anam məni Teymur Əliyevə milyoner məhəlləsinə atmışdı. Ona görə də mən yaxşı böyümüşəm. Əgər Bəxtiyar məni götürüb böyütməsəydi, mən indi çöllərdə qalırdım. Kızım,
Rast ki sən komadan ayılmısan, bunu unutma. Qatıq ağdısa, güərtilər oynaya bilmir. Nə? Təəccübləndin, hə? Yadında saxla, təəccüb təənnümlər içərisində məhv olmuş qartalın caynaqlarında nə ola bilər ki, insan istəməsə də, gəlməsə də, istədiyi hər şeyin altında bir dənə taxtanın üstü Nə danışır bu? Hikmətli sözlərdir, qoy desin. Qızım, unutma, qartal caynağında mən istəyir. Deyirəm, ay Firdovsi, bu Bəxtiyar kişi səni tapıb, amma deyən özünü tapmayıb. Ev yoxlu qoy tapmasın özünü. Bugündən bu holdingin sənətləri, holdingi keçirirəm sənin adıva. Ay Allah, sənə qurban olaram Firdovsi, nə gözəl ailə. Bax, qızım holding müdüründən evlənib, ərim romantik olub. Hər şey çox yaxşıdır. Bir dənə düzdür bu kişi o deyil, amma nəysə deyib yox. Olsun. Qaynanam da qulluqçum. Cenk! Ay dayanın görmün, mən bilmədim. Beyim qarşılayıb bilmədim, kimə baxım. Hər kəs burada bütün gerçəkliyi biləcək. O hamilə deyil, əsl hamilə mənəm. O saxtakardır. Çıx! Çıx! Kendine bak. Ənəstun! 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 Yavrumu nereye tulluyorsun? Tulluyorsun ama bak. Kızım, bəs sən deyirdin mən 2 uşağa hamiləyəm. Al, bu da Jale. Jale böyüymüş Ənəstundan. Sən bizim adımızı ləkələdin. Bəs indi biz bu ləkəni necə təmizləyəcəyik? Pompon yuyucu vasitələri ilə. Pompon yuyucu vasitələri hər cür ləkəni dərinləməsinə təmizləyir. Nar ləkəsi, limon ləkəsi, bilmədiyin nəsə ləkə və təbii ki, namus və şərəf ləkəsi. Pompon yuyucu tozları, bir sözlə. Pompon. Hamısını sən elədin. Hamısını sən elədin. Vurma nəvəmi. Nə? Nəvəmi? Oğlum, mən səni atanam. Və mənim anam kimdir? Sən başa düşmədin oğlum. Sənin anan mənəm, amma mən səni çölə atanam. Çölə atansan içərdə anasan. Onu demirin, səni çöl atandı bu. Çölə atandım. Allah, holdingi keçirirəm sənin adıva. Bəs mənim idi o. İndi onun oldu. Holdingin əsl sahibi mənəm. Sən kimsən? Kənan əmim. Oxşuyur olmaz. Allah eləməsin. Mən Bəxtiyarın oğluyam. İllər öncə məni bu Firdovsiyə görə küçələrə attın. Əgər sən vaxtında onu atıb məni böyütməsəydin, indi o gəlməzdi. Ay Allah. Düşdü, nəysə düşdü. Makasin düştü, makasin. Tahirə, əgər sən bu uşağı küçüyə atmasaydın, mən bunu tapmazdım. Silahını çəkdi. Gör kimi oğlum var imiş, buna bak, normal adam deyil. Bu nə ailədir? Gör kimi böyütmüşəm. Qızım, əgər sən gəlib çıxmasaydın, bu söhbətin üstü açılmazdı. Biz xoşbəxt yaşayardıq. Aydan! Hər şey sənə görə oldu. Sən mənim Cenkimi əlimdən almasaydın, ailəm dağılmazdı.
Ada yoxdur ada, bu nədir ada? Nə ailədə bu? Beni Eğer sen bana xəyanət eləməsəydin, mən bütün bunları yaşamazdım. Elimi tetiğe tut, elimi tetiğe tut. Qurban olum dayanın. Dayanın. beni de vurun. Beni de ana doğum. Vurur da sen otur orada. Kartal heç vaxt Az dur yerinde yat, soğuk olacaksa. Öldü televizyon qabağında yatmaktan. Firdovsi, Ha. sen sağsan. İmkan versen yaşayacağıq. Sen görme. Sen saçına ne olub? Sen saçın... Sen ağadıfsan. Ay yok sen pompon şampunlarla yumurdun. Pom. Sen xəstəsən az. Pompon şampunu nədir? Sən deyəsən bu soyuqda zadda yatmaktan başın gedib ha sənin. Nətər yəni mən... Yəni deməli... Mən yatmışdım bayaqdan. Ha. Ya deməli mənim o gördüklərim hamısı yuxuydu. Sən ölməmsən. Can sənə qurban olaram evimin dirəyi. Qadan alım səni. Arvad coşdu, arvad coşdu. Qurban olaram mən bir də qələt eləyərəm. Üzə telefon O telefon. tərəfdəsən mən qabaq üzə geç qabağa. telefon. Sənə qurban mən qələt eləyərəm də seriallara baxıb oradakı ailələri arzu eləyərəm. Sənə ömrüm qurban. Qadan alım nə yaxşısan sən. Qulaq as, sən yuxuda nə gördün ki, belə dəyişdin riski? Işinə sonra deyərəm. Qızımızanı? Qızımız iş görüşməsinə getmişdi. Gəlməlidir o görək. Ata, ana, sizə şad xəbərim var. Aydan sən sağsan. Qurban olaram sənə can. Anama nə olub? Nə bilim qızım, nəsə yuxu görüb yuxusunu qarışdırıb ona görə. Sən iş görüşündən danış, nətər oldu iş görüşməsi? Heç nə, ata. Mən işə düzəldim holdingdə. Nə? Hə, nətər oldu? Bu nətər düzəldin? De danış görək. Liftdən çıxırdım. Çıx, ha, qoy çıxsın da, qoy çıxsın bəlkə nəsə işi var. Bir nəfərlə toqquşdum. Yox. Ha, qoy toqquşsun da lan. Yox da. Bilirsən kim imiş toqquşduğum Kim imiş? adam? Holdingin sahibi. Çünki az yaxşı, az bunun başı getdi. Az bunun başı getdi ya.